Və həmçinin nümunələrdən Allahın zikrindən qafil qalmaqdır. Zikir, yəni müttəqilərin azuqəsidir. Salih insanlar bununla yola düşür, yönəlirlər və qəlblərin azuqəsidir. Və bununla zikirlə bəlalar soğuşdurulur və dərd-qəm aradan qaldırılır və zikir əhli həmişə sevinc içərisindədir, cənnətlərdədir, bağçalardadırlar. Əz-zikru ubudiyyətul qalb və lisan. Zikir dilin və qəlbin ibadətidir və abidlərin zinəti, bəzəyidir və Allahın yanına daxil olmaq üçün ən böyük qapıdır. Və nə qədər insanlar vardır ki, həm açıq və həmçinin də bağlı zikirlərdən qafildirlər. Səhər açılır, zikr etmir, axşam olur, zikr etmir, məscidə girir, çıxır və dodaqları tərpənmir. Və həmçinin digər münasibətlərdə olan zikirləri də etmir və yaxud da xoruz banlayır, onu zikr etmir və xüsusi zikirlər etmir. Əgər bir insanın halı belədirsə, ibadət yerlərində zikr etmirsə, onda onun nəfsinə uyğun olan halal şəhvətlərlə üzləşdiyi zaman yemək kimi və yaxud da nikah şəhvəti kimi bunda necə zikr edəcəkdir? Və mən qafəl anid-zikri fi mavadi'l ibadə fəəhra bihi ən yağfəl anhu fi mavadi' şəhvati. Və o insan ki, ibadət yerlərində qafildir zikirdən və o insanın şəhvət yerlərində qafil olması daha yaxındır. İxlasla.com saytı tərəfindən təqdim olundu.